Qardaş, bəzi adamlar sizin Qamil Süleymanov barədə dediyiniz sözə narazılıq bildiriblər. Onu müdafiə etdiyinizi söyləyirlər. Bu vaxtda nə deyə bilərsiniz? Bismillahirrahmanirrahim. Qardaşlar, əvvəla, əgər biz dediyimiz sözü Allahın ayəsi və Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisi ilə əsaslandırırıqsa, bundan sonra kiminsə bizdən narazı qalacağına məhəl qoymuruq. Bu məsələdə də biz həmişə olduğu kimi Uca Allahın ey iman gətirənlər, Allah üçün haqqı qoruyan, ədalətlə şahidlik edən kimsələr olun. Bir topluma qarşı olan kin-kudurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu təqvaya daha yaxındır. Allahdan qorxun. Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. Ayəsinə və bir də Peyğəmbər sallallahu aleyhi və səlləmin iddia edən kəs dəlil sübut gətirməlidir hədisinə əsaslanaraq demişik ki, Şeyx Süheyminin, Ruheylinin, Tuveycirinin, Fələh Məndəkərin və Sindinin hafizəhumullah səs yazılarını ortaya qoyun, adını çəkdiyiniz adamın adını çəkərək onu cərh eləsinlər, biz də inanaq. Xüsusilə qeyd edək ki, inanmaq da hələ bunu qəbul edəcəyimiz demək deyil. Çünki adları çəkilən bu 5 alimin ancaq bir tərəfi dinləyərək söylədiyi rəy kifayət deyil. Belə məsələlərdə həmin alimlər hər iki tərəfi dinləməlidirlər. Bir də ki, o alimlərdən də böyük alimlər heyəti mövcuddur. Məsələ ilə bağlı onlara da müraciət etmək gərəkdir. İkincisi, biz həmişə istənilən müsəlmanın yanlış söz danışdığını və ya səhv hərəkətə yol verdiyini eşitdikdə, onu nə İslam dairəsindən, nə də ki, cəmaatdan kənara çıxarmışıq. Hərçənd adını çəkdiyiniz adamla uzun illər bizim aramızda fiqhi məsələlərdə fikir ayrılıqları olub, lakin buna baxmayaraq, bəzi nadan müsəlmanlar onu dəfələrlə bizim yanımızda təkfir etmək istədikdə, biz onu müdafiə etmişik. Təkfirin şərtlərinin onda cəm olunmadığını və maniyələrin aradan qalxmadığını söyləmişik. Bu bir qaydadır, qardaşlar. Müsəlman qardaşının xətasına nifrət etməlidir, özünə yox. Odur ki, Allahdan istəyimiz budur. Allah s.ə.v. biz müsəlmanları mehriban etsin və hər kəsi xətasına görə bu dünyada tövbə edib haqq yola qayıtmağa müvəffəq etsin. Hər bir halda bunu deyənlərə Allah hidayət versin. Subhanəkallahumma və bihamdik, əşhədu ən la ilahə illə ənd, əstəğfiruka və ətubu ileyk.